Aleksandr Darqamirski 2 fevral 1813-cü ildə Tula quberniyasının Belyovski rayonunun Trotskoye kəndində anadan olmuşdur. 1866-cı ildə bəstəkar özü tərcümeyi halında adını və coğrafi mövqeyini göstərmədən yalnız kənddə doğulduğunu qeyd etmişdi. Lakin Lokovkin belə qənaətə gəlir ki, gələcək bəstəkarın doğulduğu dövrdə Belev rayonunda hələ belə adda Trotskoye kəndi mövcud deyil. Tədqiqatçı müəyyən etmişdir ki, Aleksandr Darqamirski Tula quberniyasının Çenski rayonunun Voskresenskoye kəndində anadan olmuşdu. Onun atası Sergey Nikolayeviç Çernski rayonunda mülk sahibi olan varlı torpaq sahibi Aleksey Petroviç Ladjenskinin arvadının qeyri-qanuni oğlu idi. Doğulduqdan sonra Sergey Polkovnik Nikolay Ivanoviç Buçarov tərəfindən himayə altına alındı və onu Tula quberniyasının Belyovski rayonundakı Darqamirski mülkünə gətirdi. Nəticədə o Sergey Nikolayeviç Darqamirski oldu. Bu soyad dəyişikliyi Moskva Universitetinin nəzdindəki soylu internat məktəbinə daxil olmaq üçün tələb olunurdu. 1813-cü ildə Napolyon ordusu Rusiyadan qovulduqdan və oğulları İskəndərin doğulmasından bir neçə ay sonra Darqamirskilər ailəsi Tula quberniyasından Smolensk vilayətinə qayıtdılar. Aleksandr Darqamirski həyatının ilk 3-4 ilini Vyazma şəhərinin şərqindəki Tverdunova ailə mülkündə keçirmişdi. 1816-cı ilin mayında bəstəkar dəfələrlə valideynlərinin Tverdunova mülkünü ziyarət etdi. Xüsusilə də tez-tez 1840-cı illərin sonu, 1850-ci illərin ortalarında Rusalka operası üzərində işləyərkən buraları tez-tez ziyarət edirdi. Bu illərdə Smolensk folklorunu öyrəndiyi üçün bu məşhur operaya bu xalq melodiyalarından əlavə etmişdi. Rusalka ilə yanaşı bəstəkar məşhur rus mahnıları üçün Smolensk vilayətinin xalq motivlərindən də istifadə etmişdi. Sevimli qız və qızdırma əsərləri buna nümunə ola bilər. 1861-ci ilin iyununda Sankt-Peterburqdan Tverdunovaya gələn Darqamirski Smolensk quberniyasında ilk olaraq Smolensk kəndlilərini təhkimçilikdən azad etdi və onlar üçün ən əlverişli şəraiti yaratdı. Nizamnamədə yazıldığı kimi kəndlilərin güzəranını yaxşılaşdırmaq üçün islahatdan əvvəlki dövrdə əkib becərdikləri bütün torpaqları onlara qoyub getdi ki, bu da çar nizamnamələri ilə müəyyən edilmiş normadan 5 dəfə daha çox idi. Eyni zamanda Darqamirski artıq torpaqdan istifadəyə görə kəndlilərdən hər il alınan verginin miqdarını artırmırdı. Eyni güzəştli şərtlərlə Darqamirski qonşu Dubrova kəndində kəndlilər üçün torpaq sahəsini qoruyub saxladı və onlara əsasnaməyə uyğun olaraq 4000 rubuldan çox borcunu bağışladı. Torpaq sahibinin öz təhkimçilərinə qarşı belə humanist davranışı Rusiyada o dövr üçün müstəsna idi. 5 yaşına qədər oğlan danışmırdı, onun gec inkişaf edən səsi yüksək və bir qədər boğuq qalmışdı. Lakin bu ona vokal ifanın ifadəliliyi və sənətkarlığı ilə sonradan insanları göz yaşlarına çatdırmağa mane olmadı. 1817-ci ildə ailə Sankt-Peterburqa köçür. Burada Darqamirskinin atası Kommersiya bankında kanslar meneceri vəzifəsini aldı və özü də musiqi təhsili almağa başladı. İlk fortepiano müəllimi Luiza Volgeborn idi. Sonra isə Adrian Danilevski ilə təhsil almağa başladı. O yaxşı pianoçu idi, lakin gənc Darqamirskinin musiqi bəstələmək marağını bölüşmürdü. Nəhayət, 3 il Darqamirskinin müəllimi məşhur bəstəkar Johann Hümmelin tələbəsi Franz Schoberlechner idi. Müəyyən bir ustalıq səviyyəsinə çatan Darqamirski xeyriyyə konsertlərində və şəxsi məclislərdə pianoçu kimi çıxış etməyə başladı. Bu zaman o həm də məşhur vokal müəllimi Benedikt Zeybikdən dərs alır və 1822-ci ildən skripkada ifa etməyi öyrənirdi. Kvartetlər ifa edirdi, lakin tezliklə bu alətə marağı azalmışdı.
O vaxta qədər o artıq bir sıra fortepiano kompozisiyaları, romanslar və digər əsərlər yazmışdı. Bəziləri nəşr olunmuşdu. 1827-ci ilin payızında Dargamışki atasının yolu ilə dövlət qulluğuna qədəm qoydu və zəhmətkeşliyi və işə vicdanlı münasibəti sayəsində karyera nərdivanlarını sürətlə irəliləməyə başladı. Bu dövrdə o tez-tez evdə musiqi ifa edir və repertuarı İtalyan bəstəkarlarının əsərləri əsasında qurulmuş opera teatrına baş çəkirdi. 1835-ci ilin yazında o Mixail Glinka ilə görüşür, onunla 4-50 fortepianoda ifa edir, Mendelssohn və Beethovenin əsərlərini təhlil edirdi. Glinka Dargamışkiyə Berlində Zikuritdən aldığı musiqi nəzəriyyəsi dərsləri haqqında da qeydlər verdi. Glinkanın Çar üçün həyat operasının quruluşa hazırlanan məşqlərində iştirak edən Dargamışki özü böyük bir səhnə əsəri yazmağa qərar verdi. Mövzu seçimi Victor Hugo'nun Luxerina Burjina dramının üzərinə düşdü. Lakin operanın yaradılması yavaş-yavaş inkişaf etdi və 1837-ci ildə Vasili Jkovskinin məsləhəti ilə bəstəkar eyni müəllifin 1830-cu illərin sonlarında Rusiyada kifayət qədər məşhur olan başqa bir əsərinə Notre Dame de Paris'e müraciət etdi. 1841-ci ildə Dargamışki operanın orkestrini və tərcüməsini tamamladı. Bunun üçün də Esmeralda adını aldı və partituranı İmperator Teatrları direktorluğuna təhvil verdi. Fransız bəstəkarlarının ruhunda yazılmış opera bir neçə il premyerasını gözləməli oldu. Çünki İtalyan əsərləri ictimaiyyət arasında daha çox məşhur idi. Esmeraldanın yaxşı dramatik və musiqili həllinə baxmayaraq, bu opera Moskvada böyük teatrda baş tutan premyeradan bir müddət sonra səhnəni tərk etdi və ondan sonra praktiki olaraq heç tamaşaya qoyulmadı. Dargamışki 1867-ci ildə Serovun nəşr etdiyi Musiqi və Teatr qəzetində dərd olunmuş tərcümə halında yazırdı. Esmeralda tam 8 il portfelimdə yatdı. Bu 8 illik boş gözləmələr, hətta həyatımın ən gərgin illərində belə bütün sənət fəaliyyətimi ağır bir yük kimi düşdü. Dargamışkinin Esmeraldanın uğursuzluğu ilə bağlı narahatlığı Glinkanın əsərlərinin artan populyarlığı ilə daha da ağırlaşdı. Bəstəkar nəğmə dərsləri verməyə başladı və səs və fortepiano üçün bir sıra romanslar yazdı. Bəziləri nəşr olundu və çox məşhur oldu. Məsələn, Arzu odu qanda yanır, Aşiqim gözəl qız, Liletta, Gecə zefiri, 16 il və s. 1843-cü il Dargamışki istefa verdi və tezliklə xaricə getdi. Orada bir neçə ay Berlində, Brüsseldə, Paris və Viyanada qaldı. O, musiqişünas François Joseph Feti, skripkaçı Henri Vyatanov və dövrün aparıcı Avropa bəstəkarları olan Aubert, Donizetti, Havel, Meyerbeer ilə tanış oldu. 1845-ci ildə Rusiyaya qayıdan bəstəkar Rus musiqi folklorunu öyrənməklə maraqlandı. Onun elementləri bu dövrdə yazılmış romanslarda və mahnılarda aydın görünürdü. Məsəl üçün Sevimli qız, Qızdırma, Dəyirmançı, həmçinin bəstəkarın 1848-ci ildə yazmağa başladığı Rusalka operasında bu özünü aydın şəkildə göstərir. Bəstəkarın yaradıcılığında su pərisi xüsusi yer tutur. Puşkinin eyni adlı faciəsinin süjeti əsasında 1848-1855-ci illərdə yaradılmışdı. Dargamışki özü Puşkinin şeirlərini librettoya uyğunlaşdırdı və süjetin sonuna bəstələr əlavə etdi. Su pərisinin premyerası 1856-cı il mayın 4-də Sankt-Peterburqda baş tutdu. Bir müddət sonra Dargamışki yazıçıların demokratik çevrəsi ilə yaxınlaşdı. İskra satirik jurnalının nəşrində iştirak etdi və onun əsas iştirakçılarından biri olan şair Vasili Kroçkinin şeirləri əsasında bir neçə mahnı yazdı. 1859-cu ildə Dargamışki yeni qurulan Rus musiqi cəmiyyətinin rəhbərliyinə seçildi. O bir qrup gənc bəstəkarla tanış oldu. Onların arasında əsas fiqur Mili Balakirev idi. Dargamışki yeni opera yazmağı planlaşdırırdı, lakin sujet axtarışında idi. Əvvəlcə Puşkinin Poltavasından sonra
Rus əfsanəsi Roqdandan imtina edir. Bəstəkarın seçimi Puşkinin kiçik faciələrinin üçüncüsü olan Daş qonaq olur. Rusalkanın teatr repertuarından çıxarılması və gənc musiqiçilərin ona qarşı laqeyd münasibəti ilə bağlı Dargamışski üçün başlayan yaradıcılıq böhranı səbəbindən opera üzərində iş kifayət qədər ləng gedirdi. Bəstəkar yenidən Avropaya səyahət etdi. Varşava, Leipzig, Paris, London və Brüsseldə olur. Burada onun Kazak orkestr piyesi və Supersi filmindən fraqmentləri uğurla ifa edirlər. Xaricdəki əsərlərinin uğurundan ilhamlanaraq Rusiyaya qayıdan Dargamışski yeni Daş qonaq əsərini tamamlayır. Onun bu opera üçün seçdiyi dil demək olar ki, tamamilə sadə akord müşayiəti ilə melodik resitativlər üzərində qurulmuşdu. Qüdrətli dəstə bəstəkarlarını, xüsusilə də o dövrdə Rus opera sənətində islahatların aparılması yollarını axtaran Sezar Kuinin maraqlandırırdı. Lakin Dargamışkinin Rusiya musiqi cəmiyyətinin rəhbəri vəzifəsinə təyin olunması və onun hələ 1848-ci ildə yazdığı və 20 ilə yaxın tamaşaya qoyulmayan Baxın Zəfəri operasının iflasa uğraması bəstəkarın səhhətini zəiflətdi və 1869-cu il yanvarın 5-də operanı yarımçıq qoyub öldü. Onun vəsiyyətinə görə Daş qonaq Kui tərəfindən tamamlandı və Rimski-Korsakov tərəfindən idarə olundu. Dargamışkinin yenilikləri onun gənc həmkarları tərəfindən paylaşılmadı və küçümsəyici şəkildə nəzarətdən kənarda qaldı. Dargamışkinin üslubunun harmonik lüğəti, konsonansların fərdiləşmiş quruluşu onların tipik xarakterinə əhəmiyyətsiz yanaşılırdı. Uzun illər Dargamışkinin adı Rus opera sənətinin inkişafına böyük təsir göstərən əsər kimi müstəsna olaraq Daş qonaq operası ilə bağlı idi. Opera öz dövrü üçün yenilikçi üslubda yazılmışdı. Onun ariyaları və ansamblları yox idi. O tamamilə melodik resitativlər və musiqiyə qoyulan deklamasiyalar üzərində qurulmuşdu. Dargamışkinin belə bir dili seçməkdə məqsədi təkcə dramatik həqiqəti əks etdirmək deyildi. Həm də musiqidən istifadə edərək insan nitqini bütün nüansları və çalarları ilə bədii şəkildə canlandırmaq idi. Sonralar Dargamışkinin opera sənətinin prinsipləri Musorgskinin Boris Godunovun operasında və xüsusilə də Xovanşinada parlaq şəkildə təcəssüm etdi. Musorgski özü Dargamışkiyə hörmətlə yanaşır və bir neçə romanslarının ithafında onu musiqi həqiqətinin müəllimi adlandırmışdı. Onun əsas üstünlüyü musiqi dialoqunun yeni, heç vaxt istifadə olunmamış üslubunda idi. Bu üslub sonradan Musorgski tərəfindən işlənib hazırlanmışdı. Dargamışkinin digər operası Rusalkada Rus musiqi tarixində əlamətdar hadisə oldu. Bu, gündəlik psixoloji dram janrında ilk Rus operası idi. Müəllif orada Supersinə çevrilmiş və cinayətkarlardan qisas alan aldadılmış qız haqqında əfsanənin çoxsaylı versiyalarından birini təcəssüm etdirmişdi. Dargamışkinin nisbətən erkən iş dövründə iki opera, Esmeralda və Baxın Zəfəri uzun illər ilk istehsalını gözlədi və ictimaiyyət arasında o qədər də populyar olmadı. Dargamışkinin kamera vokal əsərləri böyük uğur qazanırdı. Onun 1840-cı illərdə bəstələnmiş ilk romansları lirik ruhda idi. Bəstəkarın komik istedadı bir sıra əsərlərində aydın şəkildə nümayiş etdirilmişdi. Qurd, Titul, Məsləhətçisi və s. Dargamışki orkestri üçün 4 əsər yazmışdı. Buna Bolero, Baba Yaga, Kazak və Çxonskaya fantaziyası aid idi. Orkestr yazısının orijinallığına və yaxşı orkestrə baxmayaraq onlar çox nadir hallarda ifa olunurdu. Bu əsərlər Glinkanın simfonik musiqi ənənələrinin davamı idi və sonraki dövrlərin bəstəkarlar tərəfindən yaradılmış Rus orkestr musiqisinin zəngin irsinin əsaslarından biri idi. 20-ci əsrdə Dargamışkinin musiqisinə maraq yenidən canlandı. Onun operaları SSR-nin aparıcı teatrlarında tamaşaya qoyuldu. Orkestr əsərləri Svetlanov tərəfindən yazılmış Rus simfonik musiqisi anatologiyasına daxil edildi və romanslar müğənnilərin repertuarının ayrılmaz hissəsinə çevrildi. Dargamışkinin yaradıcılığının öyrənilməsinə ən böyük töhfə verən musiqişünaslar arasında ən məşhurları Drazdov və bəstəkara həsr olunmuş bir çox əsərlərin müəllifi Pekelisdir.
Darqamirski parlaq, xarakterik və vurğulanmış xüsusiyyətlərə üstünlük verirdi. O, həlledici anları tutmağa çalışırdı. Ehtiras gərginliyi, dramatik qarşıdurma, kəskin qəm anı, dəhşət və ağrı hissləri. Hər şeydə sabitlik və əminamanlıq ona yad idi. O təkcə xarakteristikanı dəqiq tutmağı deyil, həm də musiqidə karikaturaçılığı bacarırdı. İstər acı, istərsə də yumoristik ironiya onun sahəsi idi.